Unique Travel bir daha sizin üçün maraqlı və faydalı bir şey hazırlayıb. Biz səyahət agentlərinin işini asanlaşdırmaq üçün daim yeni ideyalar haqqında düşünürük. Bu dəfə isə sizi Unique Pixel ilə tanış etmək istəyirik. Mükəmməl səyahət seçimləri yaratmaq üçün pulsuz bir alət. Bu, sizə cəmi 3 kliklə tur və otelləri tur operatorlarından bir seçimdə toplamağa, otaqların real mövcudluğunu, qiymət rəqabətliliyini və təklif olunan otellərin keyfiyyətini dərhal yoxlamağa imkan verən rahat bir alətdir. Yoxlamadan sonra parlaq, brend təklifləri müştərilərə göndərə və ya onları onlayn dərc edə bilərsiniz. Gəlin, necə işlədiyinə baxaq. Saytın əsas menyusuna daxil olun və Customer Marketing bölməsində Unique Pixel seçin. Daha sonra Download ekstensiyon düyməsini klikləyin. Genişləndirməni brauzerinizə əlavə edin. Quraşdırmadan sonra sürətli giriş üçün onu brauzerinizin yuxarı sağ küncünə sabitləməyi tövsiyə edirik. Bu düyməni klikləyin və artıq Unique Pixel hər zaman əlinizin altındadır. Sonra dili təyin edə bilərsiniz. Unique Pixel parametrlərinə daxil olun. İstədiyiniz dili seçin və yadda saxlayın. Bundan sonra Unique həllini dəstəkləyən tur operatorları və bron sistemlərinin siyahısına keçə bilərsiniz. Bu məlumat düyməsinə klikləyin və aşağıya doğru sürüşdürün. Burada otellər, turlar və ya aviabiletlər üzrə seçimlər yarada və onları müştərilərə göndərə biləcəyiniz tur operatorlarının siyahısını görəcəksiniz. Vaxtınıza qənaət etmək üçün komandamız ölkələrə görə və hətta qlobal təchizatçılar üzrə filtrasiya imkanı yaradıb. Siyahı mütəmadi olaraq yenilənir və əgər müəyyən bir tur operatoru və ya bron sistemi görünmürsə, dəstək komandamızla əlaqə saxlayın. Biz onu tez bir şəkildə inteqrasiya edəcəyik. Gəlin, necə işlədiyinə baxaq. Əvvəlcə tur operatorunun saytına daxil olub sizi maraqlandıran təklifləri seçməlisiniz. Onların yanında tünd fonda üstündə plus işarəsi olan bir ikon görəcəksiniz. Bu, həmin oteli Pixel seçiminizə əlavə edə biləcəyiniz anlamına gəlir. Ona klikləyin və Pixel seçiminizə əlavə olunan xidmətlərin sayının dəyişdiyini görəcəksiniz. Gəlin, Londonda bir neçə otel də əlavə edək. London gözəldir, amma gəlin bəyərdən də nəsə əlavə edək. Gəlin, Budapeştdə də 2 otel əlavə edək. İndi Unique Pixel pəncərəsini açın. Seçdiyiniz bütün təkliflər burada toplanıb. Burada siyahını kateqoriyaya görə filtr edə və lazımsız təklifləri silə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, bu mərhələdə qiymətləri dəyişmək mümkün deyil. Bu, növbəti addımda əlçatan olacaq. Siyahını formalaşdırmağı bitirdikdən sonra onu Unique hesabına ötürməlisiniz. Bunun üçün Save to Unique düyməsini klikləyin və siyahını mövcud kolleksiyaya əlavə edin və ya yeni bir kolleksiya yaradın. Sonra Save düyməsini basın. Və indi ən maraqlı hissə başlayır. Müxtəlif tur operatorlarından təkliflərin seçimi bir Unique Travel hesabına daxil olub. Onları bu çanta ikonuna klikləyərək və ya əsas menyuda müştərilərlə iş seçimlər bölməsində tapa bilərsiniz. Burada cəmi bir neçə saniyədə otaqların mövcudluğunu yoxlaya, qiymətləri müqayisə edib onların həqiqətən rəqabətə davamlı olduğundan əmin ola və təklif olunan otellərin keyfiyyətini qiymətləndirə bilərsiniz. Yoxlamadan sonra bu seçimi müştərilərə göndərə və ya dərc edə bilərsiniz. Gəlin, indi detallara nəzər salaq. Gəlin ilk addımla başlayaq, otel otaqlarının real mövcudluğunu yoxlamaq. Bunun üçün qiymətin sağ tərəfində xüsusi işarəli bir düymə var. Ona kliklədikdə sistem dərhal qlobal kanal menecerlərinə, o cümlədən otelin öz bron sistemi vasitəsilə real otaq mövcudluğunu yoxlamaq üçün sorğu göndərir. Buradan görürük ki, əksər otaq kateqoriyaları mövcuddur, amma bəziləri artıq on-stop vəziyyətindədir, yəni onları artıq bron etmək mümkün deyil. Gəlin bir neçə başqa variantı yoxlayaq. Göründüyü kimi, bu otel bütün kateqoriyalarda mövcud otaqların seçimini təqdim edir. Bəzi hallarda isə bron üçün mövcud olan otaqların dəqiq sayı da göstərilir.
Lakin yalnız 3 standart otaq var, ona görə onları bron etməyi planlaşdırırsınızsa, vaxt itirməyin. Bəzən yalnız müəyyən otaq kateqoriyaları mövcud olmur, bəzən isə bütün otel on-stop salı vəziyyətində ola bilər. Nəzərinizə çatdırırıq ki, No Available Rooms statusunun yanında bir ipucu ikonu var, bu da mövcud olmama səbəbini göstərə bilər. Məsələn, minimum qalma tələbi və ya seçilmiş dövrdə bron edilə bilməyən xüsusi bir tarix səbəb ola bilər. Sizin rahatlığınız üçün mövcud tarixlər üzrə bir təqvim hazırlamışıq. Burada bron üçün digər açıq tarixləri asanlıqla seçə və ya otelin on-stop salı vəziyyətində olduğu dövrləri aydın şəkildə görə bilərsiniz. Sonradan təqvimi istənilən digər dövrə fırlatma imkanı da əlavə olunacaq. Beləliklə, artıq ilk alətin, otel otaqlarının real mövcudluğunu yoxlamağın necə işlədiyini öyrəndik. İndi isə təklifi müştərilərə göndərməzdən əvvəl seçilmiş otellərin mövcud olduğuna və tur operatorunun onları təsdiqləyəcəyinə əmin ola bilərsiniz. Gəlin davam edək. Növbəti addım isə təkliflərin dərhal qiymət müqayisəsini aparmaq və onların rəqabətə davamlılığını yoxlamaqdır. Toplanmış turların və otellərin cari qiymətlərini yalnız bir kliklə yoxlamaq çox asandır. Təklifin yanında olan unit ikonuna klikləyin və dərhal onun nə dərəcədə rəqabətə davamlı olduğunu görəcəksiniz. O anda nə baş verir? Sistem təkcə bir deyil, eyni anda onlarla tur operatoru, yataq bankları və DMC təchizatçıları ilə əlaqə saxlayır. Bütün tarifləri toplayır, vergiləri və komissiyaları əlavə edir, valyuta məzənnələrini nəzərə alır və sizə yekun, xalis qiyməti göstərir. Bu alət sayəsində agent həmişə görür ki, real ən yaxşı qiymət haradadır və harada yalnız yaxşı təklif illüziyası var ki, bu da müştərini itirməyə səbəb ola bilər. Göründüyü kimi, tur operatorunun qiyməti unitin qiymətindən nəzərə çarpacaq dərəcədə yüksəkdir. Və əgər səyahətçi eyni xidmətləri qlobal bron saytlarında ayrıca toplamağa çalışsa, ümumi məbləğ çox güman ki, operatorun qiymətindən də aşağı olacaq. Belə hallarda agent unit vasitəsilə təklifi daha sərfəlisi ilə əvəz edə bilər, rəqabət üstünlüyü qazanır, müştəri sədaqəti artır və daha yüksək komissiya əldə edir. Gəlin başqa bir nümunəyə baxaq. Göründüyü kimi, unitin təchizatçılarından alındıqda bu otel tur operatorundan daha bahadır. Beləliklə, bu halda operatorun təklifi müştəri üçün ən sərfəli seçim olur. Populyar bron platformalarında eyni xidmətləri ayrıca toplamağa çalışmaq daha baha başa gələr və daha çox vaxt aparardı. Nəzərinizə çatdıraq, sistem bu oteldə mövcud otaqların sayını real vaxt rejimində göstərir. Əgər yalnız bir və ya iki otaq qaldığını görsəniz, bu agent üçün siqnaldır ki, tur operatoru bronu çox güman təsdiqləyəcək, lakin tam zəmanət verilmir, çünki kiçik bir rədd olunma riski hələ qalır. Buna görə otaq hələ mövcud ikən tez hərəkət edib bronu təmin etmək vacibdir. Gəlin üçüncü nümunəyə baxaq. Bu iki təklifdə qiymətlər demək olar ki, eynidir. Belə hallarda komissiya şərtlərinə və ləğv siyasətinə daha yaxından baxmaq lazımdır. Çox vaxt unit daha çevik qaydalar və ya daha yüksək agent komissiyası əlavə cashback təklif edir. Bu isə nəticədə daha sərfəli ola bilər. Ona görə həmişə şərtləri nəzərdən keçirin və özünüz üçün ən yaxşı variantı seçin. Gəlin növbəti təklifə keçək. Burada açıq şəkildə görürsünüz ki, unitin təchizatçılarından gələn qiymət demək olar ki, 1000 manat daha ucuzdur. Bu, agent üçün daha çox qazanmaq üçün əla imkandır. Üstəlik, bu məbləğə artıq sizin 10% agent komissiyanız daxildir. Gəlin bu qiymətin nə qədər rəqabətə davamlı olduğunu daha yaxından araşdıraq və Bookingdəki qiyməti yoxlamaq üçün otelin səhifəsinə keçək. Vay, oradakı qiymət unitdəki qiymətdən 4000 manat daha yüksəkdir. Tur operatorunun təklifini unitin təchizatçılarından olan seçimlə asanlıqla əvəz edə bilərik. Bunun üçün sadəcə bu düymələrdən istifadə edin, plus təklifi seçiminizə əlavə edir, ox işarəsi olan düymə isə operatorun variantını unitin variantı ilə əvəzləyir. Gəlin bu variantı alternativ kimi əlavə etməyə çalışaq. Bunun üçün E+E düyməsini klikləyin. Klik və səhifə yenilənir. İndi yuxarıda eyni oteli görürsünüz, amma bu dəfə Unit Travel'in təchizatçılarından. Xatırladım ki, tur operatorunun qiyməti 15.677 manat idi.
İndi isə müştərinin qiymətini dəyişək. Bunun üçün faiz işarəsi olan düyməni klikləyin. Nəzərə alın ki, qiyməti bütün məhsullar üçün dəyişmək mümkündür. Bu o deməkdir ki, redaktə digər yerlərdə də əlçatandır. Lakin hazırda məqsədimiz yalnız bu xüsusi təklif üçün qiyməti tənzimləməkdir. Müştəri üçün yekun məbləğ indi 15.324 manatdır. Əla. Bu o deməkdir ki, biz əlavə olaraq 341 manat qazanırıq və yenə də tur operatorundan 300 manatdan çox ucuz qalırıq. Həmçinin Bookingdə gördüyümüz qiymətdən demək olar ki, 4000 manat daha sərfəlidir. Gəlin qiymətlərin yoxlanılması və müqayisəsinin son nümunəsinə baxaq. Bu dəfə otağın mövcud olmadığı bir təklif tapacağıq. Belə bir vəziyyətdə seçilmiş otağın stop salı olduğunu görürsünüz və alternativ variantları nəzərdən keçirib seçə bilərsiniz. Beləliklə, yoxlamanın birinci mərhələsi başa çatdı. Biz otaqların həqiqətən mövcud olduğunu və qiymətlərin rəqabətə davamlı olduğunu təsdiqlədik. Lakin bu, uğurun yalnız yarısıdır. Müştəriyə həqiqətən qüsursuz bir istirahət təklif etmək üçün başqa bir vacib amili də yoxlamaq lazımdır. Otelin xidmət keyfiyyəti. Gəlin bunun necə edildiyinə daha yaxından baxaq. UnikPixel ilə siz tur operatorlarının saytlarında lazım olan turların seçimini cəmi bir neçə dəqiqəyə yarada və hər bir otelin keyfiyyətini dərhal yoxlaya bilərsiniz. Sadəcə bu düyməni klikləyin. Sistem avtomatik olaraq aktual təsviri və tam foto qalereyasını yükləyəcək, axtarışa vaxt sərf etməyə ehtiyac olmayacaq. Bundan əlavə, hansı xidmətlərin mövcud olduğu və hansılarının ödənişli olduğu barədə məlumat da göstərilir. Lakin bəlkə də ən vacib hissə odur ki, hər otelin təsvirinin sonunda yerləşmə şərtlərini tapa bilərsiniz. Burada qeydiyyat qaydaları, mümkün vergilər və əlavə ödənişlər, məsələn, şəhər və ya kurort rüsumu, əlavə çarpayı üçün ödəniş, ev heyvanları ilə qalma şərtləri və digər tələblər göstərilir. Bu məlumat hər 3 gündə yenilənir və hər zaman maksimum aktual saxlanılır. Bu isə bir çox riskləri aradan qaldırmağa və tur agentlərinə böyük vaxt qazandırmağa kömək edir. Lakin bir otelin keyfiyyətini ən yaxşı şəkildə canlı rəylər göstərir. Bunlar qonaqların real hekayələridir və vədlərin reallığa uyğun olub-olmadığını dərhal göstərir. Baxın, UnikPixel genişləndirməsi ilə yalnız bir kliklə kolleksiyaya əlavə etdiyimiz hər bir otelin artıq aqreqasiya olunmuş reytingi var. Booking, TripAdvisor və digər platformalardakı orta göstəricilər. Amma biz bununla kifayətlənməmişik. Bəzi otellərdə xüsusi nişanlar göstərilir. Bunlar sizin kimi tur agentlərinin peşəkar rəyləridir. Məsələn, burada 4 belə rəy var. Həmkarlar ictimai rəylərdə tapılmayan detalları bölüşürlər. Yeməyin keyfiyyəti, resepsiyanın çevikliyi, çimərliklə real məsafə və əs. Müştərinizə qüsursuz tövsiyə vermək üçün lazım olan hər şey. Gəlin bunun necə işlədiyinə baxaq. Bir otelin kartını açdığınız zaman həmkar tur agentlərinin rəylərini görəcəksiniz və UnikTravel'də artıq 1200-dən çox belə rəy mövcuddur. Hər bir rəyə real fotolar, bəzən isə qısa videolar əlavə olunur. Bəziləri tanışlıq turu zamanı otağı çəkib, digərləri isə şəxsi istirahət təcrübələrini bölüşür. Çox faydalı məlumat, bütün ekspertizə bir addım uzağınızdadır. İstəsəniz, Booking və TripAdvisor'dakı turist rəylərini də oxuyub detalları araşdıra bilərsiniz. Bəs yüzlərlə şərhi oxumağa vaxtınız yoxdursa, sadəcə sürətli analiz düyməsinə klikləyin. Və cəmi bir neçə saniyə ərzində sistem həm agentlərin, həm də qonaqların fikirlərini emal edərək qısa və dəqiq bir hesabat təqdim edir. Əsas üstünlüklər, ümumi çatışmazlıqlar və vacib məqamlar. Burada qonaqların nələrdən narazı qaldığını və bu problemlərin nə qədər tez-tez təkrarlandığını görə biləcəksiniz. Hansı müsbət tərəflər ən çox qeyd olunur? Əgər yorğun otaqlar barədə şikayətlər olubsa, sonradan yenilənmə edilibmi, yoxsa həmin problemlər hələ də qalır? Sistem tendensiyanı göstərir, yeni çarpayılar, təzə təmir və ya əksinə, əvvəlki çatışmazlıqların olduğu kimi qalması. Hətta ziddiyyətləri də vurğulayır. Məsələn, bəzi qonaqlar hovuzu tərifləyərkən digərləri səs-küydən şikayət edir. Bütün bunlar qısa və asan oxunan bir hesabatda təqdim olunur. Beləliklə, otelin müştərinizə tövsiyə etməyə dəyib-dəymədiyini dərhal görə bilirsiniz.
Bu alət sayəsində saatlarla vaxtınıza qənaət edir və müştərinizə ideal tövsiyə təqdim edirsiniz. Təklifləri analiz edərkən seçim daxilində şəxsi qeydlərinizə bütün vacib detalları yazmağı unutmayın, onları yalnız siz görə bilərsiniz. Analizi bitirdikdən sonra isə ən vacib məqamları ictimai şərh hissəsinə əlavə edə bilərsiniz ki, turistə yalnız aydın və qısa xülasə çatsın. Bu funksiyanı mütəmadi istifadə edin. Pəncərədən görünüşdən tutmuş giriş zamanı ödənilən vergi məbləğinədək bütün detalları yadda saxlayır. Bu isə hər bir otellə bağlı əsas məqamların qeydiyyatda qalması üçün çox vacibdir. Beləliklə, yekun olaraq, agentlərin və turistlərin təsvirlərinə və rəylərinə əsaslanaraq siz təkcə xidmət keyfiyyətini yoxlamırsınız, həm də müştərinizə seçimində tam əminlik verirsiniz və gözləntilərinə tam uyğun olan oteli tövsiyə edirsiniz. Beləliklə, 3 əsas yoxlamanı tamamladıq. 1. Əlçatanlıq. Artıq təsadüfi stop-salı hallarına son, neçə otağın real olaraq mövcud olduğunu dərhal görürsünüz və onlar tükənməmiş sifariş edə bilirsiniz. 2. Qiymət. Bir kliklə onlarla təchizatçı və tur operatorunun tariflərini alırsınız. Ən yaxşı təklif qalır, şişirdilmiş qiymətlər isə kənarlaşdırılır və gəliriniz hər zamankından daha aydın olur. 3. Keyfiyyət. Birləşdirilmiş reyting, real foto və videolar, eləcə də agentlərin ekspert qeydləri. Gizli mənfi cəhətlər yoxdur, saatlarla rəy oxumağı əvəz edən dürüst və qısa icmal. Və indi ən vacib hissə, bütün bunlar hazır seçimə çevrilir. Onu bir kliklə turisti messenger vasitəsilə göndərər, vitrininizdə dərc edə və ya sosial mediada paylaşa bilərsiniz. Müştəri rəqabətə davamlı qiymətlər, təsdiqlənmiş mövcudluq və sübut edilmiş keyfiyyətlə diqqətlə seçilmiş variantlar siyahısı alır. Siz isə etimad, sürət və əlavə satış qazanırsınız. Gəlin görək, cəmi bir dəqiqədə bu mükəmməl seçimi necə paylaşmaq və əməli bağlamaq olar. Göndər düyməsini klikləyin. Və canlı ön izləmə dərhal açılacaq. Ekranda gördüyünüz məzmun müştərinizin də görəcəyi ilə tam eynidir. Seçimin smartfonda necə göründüyünü yoxlamaq istəyirsiniz. Rejimi dəyişin və mobil versiyanı görün. Foto şəkillər, qiymətlər və rezerv et düyməsi, hər şey baş barmaqla rahat istifadə üçün mükəmməl dizayn edilib. Beləliklə, göndərmədən əvvəl məzmunun hər cihazda qüsursuz göründüyünə əmin ola bilərsiniz. Hər halda, müştəri rezerv et düyməsini kliklədikdə dərhal növbəti addıma keçə, rezervasiya edə və ya seçilmiş təklifi 25 rahat üsuldan biri ilə ödəyə bilər. Göndərmədən əvvəl seçimi dəqiqləşdirə bilərsiniz. Dişli ikonuna kliklədikdə parametrlər menüsü açılacaq. Burada agentliyinizin loqosunu yükləyə və fonu dəyişə bilərsiniz. Bütün seçim tam olaraq sizin brendinizə uyğun hazırlanacaq. Müştərinizin təklif etdiyiniz otelləri Google-da axtarıb qiymətləri müqayisə etməsini istəmirsiniz. O zaman adları sadəcə gizlədin. Onlar Otel 1, Otel 2, Otel 3 kimi görünəcək. Həmçinin otel təsvirlərinə olan linkləri silə bilərsiniz. Seçim tamamilə sizə aiddir. Əlaqə blokunu da özünüz tənzimləyə bilərsiniz. Xüsusilə menecerin məlumatlarını tamamilə gizlədə. Müəyyən meneceri göndərən kimi seçə və ya onların məlumatını agentliyin ümumi telefon nömrəsi və e-poçt ünvanı ilə əvəz edə bilərsiniz. Mövqe tənzimləməsini edin, əlaqə blokunu yuxarıda saxlayın və ya onu seçimdə imza kimi tam aşağıya köçürün. Beləliklə, müştərinin hansı əlaqə məlumatlarını görəcəyinə və onların harada göstəriləcəyinə həmişə nəzarət edirsiniz. Lakin ən vacib parametrlərdən biri seçilmiş qiymət təkliflərinin valyutası ola bilər. Məsələn, avro seçə bilərsiniz və bütün qiymətlər dərhal və avtomatik çevriləcək. Əgər lazım olsa, bu xüsusi seçim üçün dili də təyin edə bilərsiniz. Məsələn, İspanca seçək. Bəyən düyməsi müştərinin ən çox bəyəndiyi seçimi işarələməsinə imkan verən alətdir. Bunu etdikdə daxil edilmiş krümdə sizə bildiriş gələcək.
Bu keçid müştəriyə seçilmiş təklifi bron etməyə imkan verir. İstər Unit-in təchizatçılarından, istərsə də xarici tur operatorlarından gəlsin. Aşağı blokda əlavə fərdiləşdirmə seçimlərini tapa bilərsiniz. Hər şey hazır olduqda müştərinin adını əlavə edin. Daha yaxşısı, qısa salam və ya şəxsi mesaj əlavə edin. Bu, seçimin yuxarı hissəsində görünəcək və dərhal fərdiləşdirmə hissi yaradacaq. Və unutmayın, fərdi təkliflər altında qoyduğunuz bütün ictimai şərhlər göndərilmiş seçimdə də görünəcək. Beləliklə, müştəri sizdən birbaşa tam və düşünülmüş mesaj alacaq. Seçiminizi hazırladıktan sonra göndər düyməsini klikləyin və 4 rahat çatdırılma kanalını görəcəksiniz. Birincisi e-poçt, müştəri interaktiv tur kartı ilə stilizə edilmiş mesaj alacaq. İkincisi messengerlər, sistem qısa link ilə yığcam bir mesaj avtomatik yaradır. WhatsApp və ya Telegram üçün idealdır. İstəsəniz, mətni özünüzün yazdığı ilə əvəz edə bilərsiniz. Üçüncü çatdırılma kanalı birbaşa link, URL, sadəcə kopyalayın və istədiyiniz yerdə yapışdırın, sosial media paylaşımında, blogda və ya CRM chatında. Dördüncü üsul kütləvi poçtdur. Əsas versiyada bir neçə alıcı seçə bilərsiniz. E-poçt marketinq xidmətləri ilə inteqrasiya edildikdə isə seçimi minlərlə abunəyə bir kliklə göndərmək mümkündür. Müştəriniz üçün ən rahat kanalı seçin və seçimi onların mütləq görəcəyi yerdə paylaşın. Çatdırılma kanalını seçdikdən sonra sadəcə alıcının məlumatlarını doldurun, mövzu sətrini əlavə edin və göndər düyməsini klikləyin. Sistem dərhal bu seçimlə bağlı hərəkətlərinizi qeydə alacaq. Müştərinin baxış bucağından göndərdiyiniz e-poçt məhz belə görünəcək. Təklifi göndərdikdən sonra bu müştəri ilə işi müştərilərlə iş təkliflər bölməsində davam etdirə bilərsiniz. Burada bütün yaradılmış leyatləri, o cümlədən əvvəl seçim göndərdiyiniz müştəriləri rahat şəkildə idarə etmək mümkündür. Seçim müştəriyə göndərildikdən sonra belə onun üzərində işləməyə davam edə bilərsiniz. Müştəri barədə məlumatı və sorğusunu redaktə etmək, vacib qeydlər əlavə etmək və ya xatırlatma zəngi vasitəsilə növbəti addımları planlaşdırıb bildirişlər təyin etmək mümkündür. Sistem sizə müştərinin ilk reaksiyasına qədər olan vaxt barədə xəbərdarlıq edəcək. Bundan əlavə, müştəri təklifinizi e-poçt və ya messenger vasitəsilə aldıqda, linki açıb seçiminizə baxdıqda, dərhal Telegramda və push bildiriş şəklində məlumat alacaqsınız. Hətta onların ən çox hansı variantı bəyəndiyini də görəcəksiniz. Beləliklə, seçim uğurla göndərilib, müştəri artıq ona baxır və siz onların bütün aktivliyini real vaxtda izləyə bilərsiniz. İndi isə növbəti mərhələyə keçək, bu seçimi daha geniş auditoriya üçün dərc etməyə. Unit Pixel vasitəsilə tur və otel seçimlərini yaratdıkdan sonra onları müxtəlif platformalarda dərc etmək imkanınız var. Bunu etmək üçün sadəcə dərc et düyməsinə klikləyin və 4 dərc variantını görəcəksiniz. Öz saytınızda yerləşdirmək, sosial şəbəkələrdə paylaşmaq, Telegram botunda dərc etmək və ya cəlbedici şəkillər yaratmaq. Gəlin bu kanalların hər birinin necə işlədiyinə daha yaxından baxaq. Saytda dərc etməklə başlayaq. Unit agentliyinizə tam hazır, tamamilə pulsuz bir veb-sayt təqdim edir. Əlavə xərc və ya texniki çətinlik olmadan. Əsas menüdəki müştəri marketinqi saytın idarə edilməsi bölməsində onu asanlıqla öz ehtiyaclarınıza uyğunlaşdıra bilərsiniz. Bir bölmə yuxarıda veb-sayt və müştəri portalı hissəsində isə müştərilərə birbaşa göndərə biləcəyiniz paylaşım linkini tapa bilərsiniz. Saytıma yerləşdir seçimini etdikdən sonra seçiminizə daxil olan bütün turların və otellərin siyahısını görəcəksiniz. Dərc et düyməsinə klik etdikdən sonra təkliflər ana səhifədə görünəcək. Məhz müştərilərə necə təqdim olunacağını görmək üçün satışlar keçidinə daxil olun. Əgər Unit tərəfindən təqdim olunan saytdan istifadə etmirsinizsə, bizim daxili vitrin modullarını öz saytınıza əlavə edə bilərsiniz. Onlar agentlik kabinetində eyni bölmədə, müştəri marketinqi sayt üçün modullar və widgetlər hissəsində mövcuddur və istənilən platformaya asanlıqla inteqrasiya olunur. Siz sayt dərcini əvvəlcədən tənzimləyə bilərsiniz. Dişli ikonuna klikləyin və təkliflərin müştərilər üçün neçə gün açıq qalacağını seçin. 3, 7 və ya 14 gün.
Həmçinin istifadəçi təklifə kliklədikdə nə baş verəcəyinə qərar verə bilərsiniz. Layout formasının açılması, təchizatçının səhifəsinə yönləndirmə və ya bu sahədə göstərdiyiniz xüsusi URL-ə keçid. Dərc üçün auditoriyanı da seçmək mümkündür. Məsələn, təklifləri yalnız Azərbaycandan daxil olan istifadəçilərə göstərmək. Bu gündən mövcud parametrlərdən istifadə edə bilərsiniz. Hazırda 3-dür, lakin yaxın zamanda daha çoxu əlavə olunacaq. Hər şey hazır olduqda dərc et düyməsini klikləyin və 1 dəqiqə ərzində təklifləriniz saytınızdakı vitrində və ya istənilən səhifəyə əlavə etdiyiniz modulların içində görünəcək. İndi əvvəlki mərhələyə qayıdaq və növbəti dərc kanalına keçək. İndi isə ikinci və ən vacib dərc kanalı haqqında sosial şəbəkələr. Linkə klik edirik və seçimdəki hər bir təklifin ayrı, peşəkar hazırlanmış posta çevrildiyi bir bölmə açılır. Kartlar seçimlə sinxron işləyir, buna görə də bütün qiymətlər və məzmun real vaxtda yenilənir. Gəlin bu mövzuya daha yaxından baxaq və seçilmiş təklifin parametrlərini nəzərdən keçirək. Sizin üçün 4 dərc ölçüsü mövcuddur. 1. Instagram və Telegram linkləri üçün 4. Facebook, Telegram və e-poçt üçün 9. TikTok, YouTube Shorts və Instagram Reels üçün və 4. Instagram üçün. Gəlin ən populyar ölçü kimi 9-16 formatını seçək. Növbəti addım dərc formatıdır. Hazırda yalnız şəkillər mövcuddur, lakin video formatı artıq hazırlanır və çox tezliklə əlavə olunacaq. Bu da sizə Reels paylaşmağa imkan verəcək. Dərc dilini və qiymət valyutasını seçirik. Sağ tərəfdə ön baxış bölməsində dərc üçün hazırlanmış görüntünün real vaxtda necə yeniləndiyini görə bilərsiniz. Aşağıda isə dərc şablonunu dəyişə bilərsiniz. Bu şablon və ya başqa biri. Bu şablonların sayı tədricən artırılacaq və çox yaxın zamanda daha 15 yeni şablon əlavə olunması planlaşdırılır. Daha sonra şablonu seçdikdən sonra bu dərc üçün əsas fon şəklini seçə bilərik. Turlar və otellər üçün sistem otelin foto qalereyasını avtomatik yükləyir və siz ən çox bəyəndiyiniz şəkli seçə bilərsiniz. Həmçinin şəklin mövqeyini tənzimləyə və yaxınlaşdıra bilərsiniz. Gördüyünüz kimi bu çox çevik bir alətdir. Əgər otelin qalereyasındakı fotolar sizi qane etmişsə, öz şəklinizi yükləyə və ya mətn sorğusu yazaraq süni intellekt vasitəsilə istədiyiniz fonu yarada bilərsiniz. Tezliklə Unit Galereyadan da foto yükləmək mümkün olacaq. Gəlin digər mövcud parametrlərə baxaq. Əlbəttə, bu nəşrin bütün rənglərini dəyişə bilərsiniz. Məsələn, rəngi istənilən digər rəngə dəyişə bilərik. Dərhal qırmızıya çevrildiyinə diqqət yetirin. Qiymət mətninin rəngini də dəyişə bilərsiniz. Məsələn, yaşıl etmək olar. Hər şey tam fərdiləşdirilə bilər. Öz rəng sxeminizi yarada və sonra hər dəfə təkrar qurmaq məcburiyyətində qalmamaq üçün yadda saxla düyməsini klikləyə bilərsiniz. Biraz aşağıda loqo parametrlərini tapacaqsınız. Onu tamamilə gizlədə və ya sol və ya sağ tərəfə yerləşdirə bilərsiniz. Loqonun diqqət çəkməsini istəyirsiniz. Bir kliklə səliqəli rəngli fon əlavə edin. Hələ loqonuzu yükləməmisiniz. Yüklə düyməsini klikləyin və şəffaf fonlu PNG fayl seçin. Gələcək bütün paylaşımlarınız brendinizin üslubuna uyğun olacaq. Loqonun ölçüsünü də dəyişə bilərsiniz. Əsas parametrlər hazırdır. İndi isə klik linki ilə nə baş verəcəyini təyin edək, yəni istifadəçi postunuzdakı linki kliklədikdə nə olacağını. Bir əməliyyat seçin. İnteqrasiya olunmuş layout formunu açmaq. Xüsusi URL-ə getmək və ya əgər bu unit təklifi isə rezervasiya linki seçimini aktiv edin. Sadəcə bir neçə klik və postunuz yalnız məlumat vermir, həm də müştərini birbaşa hərəkətə yönəldir. Dizaynı bitirdikdən sonra onu panoya kopyalayın və ya kompüterinizə yadda saxlayın. Əgər nəşri tez bir zamanda smartfonunuzda açmaq istəyirsinizsə, QR kod düyməsini klikləyin, telefonunuzun kamerası ilə skan edin və şəkil dərhal açılacaq ki, onu sosial şəbəkələrinizdə paylaşa biləsiniz.
Burada kompüterinizdə etdiyiniz bütün dəyişikliklər avtomatik olaraq smartfonunuzda yenilənir, beləliklə bitmiş nəticəni istənilən vaxt paylaşa bilərsiniz. Post paylaşarkən bu klik linkini daxil etməyi unutmayın. Bu, istifadəçilər şəkilə kliklədikdə nə baş verəcəyini, yəni hansı veb saytına yönləndiriləcəklərini müəyyən edir. Gəlin belə bir klik linkinin necə göründüyünə baxaq. Xatırlatma olaraq, hazırda o açıq layout formuna təyin olunub. Gəlin onu açıb baxaq. Budur səhifə, agentliyin loqosunu, səyahət agentinin əlaqə məlumatları olan başlığı və təklifin özünü göstərir. Müştəri burada öz əlaqə məlumatlarını daxil edir, məsələn, telefon nömrəsini, beləliklə siz onlara zəng və ya WhatsApp söhbəti ilə çata bilərsiniz. Sonra göndər klikləyirlər. Bu layout təkliflərin idarə edilməsi bölməsində görünəcək. Bütün layoutləriniz orada göstərilir. Beləliklə, biz seçimdən bir konkret təklif üçün sosial media postunun necə dizayn ediləcəyini gördük. Amma əgər bütün seçimi bir anda təbliğ etmək və ya xüsusi bir istiqaməti vurğulamaq istəsəniz nə olar? Biz ümumi nəşr formatını seçirik. Tutaq ki, mövzu Abu Dhabi'dir. Başlıqda Abu Dhabi yazırıq, onun altında isə subtitel kimi sizi gözləyir yazılır. Qiyməti təyin edirik, 1300 avro. Sonra şablon gəlir. Sadəcə bir neçə klik və mətn hazırdır. Abu Dhabi sizi gözləyir, cəmi 1300 avro. Yalnız şəkil qalır. Onu kompüterinizdən yükləyə və ya daxili süni intellektdən istifadə edərək dərhal yarada bilərsiniz. Gəlin necə işlədiyinə baxaq. Məsələn, ona Abu Dhabi təsvirini yaratmağı tapşırırıq və yarat düyməsini klikləyirik. Nəticə bəyənməsək, onu yenidən yarada bilərik. Gəlin başqa bir modeli sınayaq, məsələn, bu iki şəkilli modeli və yenidən generasiyanı işə salaq. Dərhal seçmək üçün iki parlaq vizual alırıq, canlı tətil əhvalını göstərir. Təsir edici deyilmi? Başqa üsluba ehtiyacınız var? Sadəcə şablonu dəyişin və layout dərhal uyğunlaşır. Brend rəngləri üçün də eyni qayda keçərlidir. Yalnız iki kliklə palitranızı seçin və bütün nəşr avtomatik olaraq brendinizə uyğunlaşır. Sadəcə bir neçə klik və sosial media üçün parlaq, cəlbedici şəkil hazır olur. Pulsuz və dərhal. Ən yaxşı tərəfi isə onun unikal olmasıdır. Heç bir digər agentin eyni şəkli yoxdur, beləliklə təklifiniz dərhal fərqlənir. Və müəlliflik hüquqları ilə bağlı heç bir risk yoxdur. Şəkil xüsusi olaraq sizin üçün yaradılıb. Bizim alətimiz də məhz belə işləyir. Bir daha yüklə düyməsini klikləyə, onu kopyalaya və ya QR kod vasitəsilə smartfonunuzda və sosial mediada necə görünəcəyini ön izləyə bilərsiniz. İndi isə geri dönək və üçüncü nəşr kanalına baxaq, Telegram botunda paylaşım. Yadda saxlamaq vacibdir ki, Telegram bot vasitəsilə yalnız turlar və uçuşlar paylaşmaq mümkündür. Məskunlaşma və digər xidmətlər chatbot vasitəsilə təbliğ oluna bilməz, çünki abunəçilər müəyyən bir çıxış şəhəri ilə əlaqələndirilir. Bu bölmədə hər şey də tam fərdləşdirilə bilər. Qəbul edənləri təyin edin, məsələn, müəyyən bir çıxış şəhərinə abunə olan müştərilər. Seçimdən əvvəl görünəcək xoş gəlmisiniz mesajını əlavə edin. Klik əməliyyatını təyin edin, saytınızı və ya konkret tur səhifəsini aça bilər. Nəşriniz üzərində tam nəzarət, sürətli, aydın və lazımsız addımlar olmadan. Bir daha xatırladırıq ki, Telegram bot bu bölmədə konfiqurasiya oluna bilər və sizə təklifləri birbaşa müştərilərə göndərmək üçün pulsuz kanal təmin edir. İndi isə sonuncu, dördüncü seçimi nəzərdən keçirək, sadəcə şəkil yaratmaq imkanı. Bu, hər hansı bir məqsəd üçün tez vizuallar əldə etmək istədiyiniz zaman faydalıdır. Şəkli yükləyə və ya panoya kopyalayaraq ehtiyacınız olduqda istifadə edə bilərsiniz. Bütün nəşr kanallarını nəzərdən keçirdik, veb-sayt, sosial şəbəkələr və messencerlər və gördük ki, seçim bir neçə kliklə hazır, satış yönümlü məzmuna çevrilə bilər. Bu bölmə burada yekunlaşır.
Gəlin son slayda keçək, orada yekunlaşdıracaq və Unit Pixelin səyahət agentliyinizə verdiyi süper gücləri bir daha görəcəyik. Turları tək bir seçimdə toplayın, onların mövcudluğunu yoxlayın və diqqət çəkən postlarla müştərilərinizi heyrətləndirin. Bütün bunlar Unit Pixelin köməyi ilə. Bu həll sizə vaxt qazandırır və satışlarınızı artırır. Video bitdi, amma bizim 24/7 dəstək komandamız heç vaxt dayanmaz. Hər hansı sualınız olarsa, bizimlə birbaşa əlaqə saxlamaqdan çəkinməyin.